Telefondan fərqli istifadə seriyamızın növbəti videosu ilə davam edirik. Bu videoda telefonu necə təhlükəsizlik kamerasına çevirə bilərsiniz? Bu haqda danışacağıq. Bu uşaq üçün nəzarət kamerası da ola bilər. Kiçik körpə uşaqlar yataq otağında onlar üçün bilirsiniz xüsusi qurğular olur. Bu kifayət qədər bahadır. Ancaq əgər evdə köhnə model istifadə etmədiyiniz bir Android telefonunuz varsa, bunu asanlıqla təhlükəsizlik kamerasına çevirə bilərsiniz. Yeni telefon aldıqda avtomatik əksəriyyətimiz köhnə telefonumuzu satmağı düşünürük və satırıq da. Yaxud istifadə eləmədən evdə bir künsdə qalır. Ancaq bunu faydalı istifadə eləyə bilərik və onlardan birini gəlin bir gün yoxlayaq. Qarşımızda iki telefon var. Onlardan birini öz telefonumuz kimi, yəni daim istifadə etdiyimiz telefon kimi, birini isə kamera kimi istifadə edəcəyik. Proqramın adı Alfred kameradır. Gəlin baxaq görək dəstəkləyəcəkmi? Bu biraz köhnə modeldir. Baxın, yazan kimi Alfred kamera. Linkini videonun açıqlama hissəsinə yerləşdirəcəm. Oradan keçid edib baxa bilərsiniz. Yükləyirəm. Özüm də istifadə eləməmişəm. Biz birinci dəfə bunu test edəcəyik bir yerdə. Quraşdırıldı. Açaq proqramı. Baxın, belə bir qarşılama ekranı gəldi bizə. Telefonu burada bərkidirik. Burada qeydiyyat və yaxud giriş et. Aşağıda isə burada qonaq kimi giriş var. Gəlin qeydiyyat eləyək. Rahat bir giriş üsulu. Google-la, mail-lə və yaxud Apple ID ilə giriş. Biz Google seçirik. Bildiyim qədərinə bu ödənişsizdir. Ən azından əsas funksiyaları ödənişsizdir. Əlavə premium hər hansı funksiyası olub olmadığını, premium imkanlar təqdim etdiyini dəqiq bilmirəm. Biz bunu bir yerdə incələyəndə baxacağıq. Ev təhlükəsizliyi, home security yazılıb. Family monitoring, yəni uşaqlara nəzarət, ailə nəzarəti belə deyək. Travel monitoring, səyahətdə istifadə olunan. Kommersiya təhlükəsizliyi, sevimli heyvanlar üçün və digərləri. Evi seçirəm, bunu da seçirəm. Bu ikisini seçdim. Əsas bundan istifadə edəcəyik. Saxlayıram yaddaşda. Baxaq burada, premium var. Premium üstünlüklərindən biri həmişə demək olar ki, əksəriyyəti istifadə edir bundan. Yəni tərtibatçılar reklamsız istifadə, biz AdGuarddan istifadə edirik. Bunun haqqında kanalımızda da ətraflı video var. Bizim üçün reklam problem deyil. AdGuard bütün reklamları bloklayır. İzləməmişsinizsə kanala keçid eləyib və abunə olaraq izləyə bilərsiniz. Bu premium imkanından keçirəm. Daimi yazılma yaddaşa. İndi görək bizdəkində premium eləməsək necə olacaq. Ümumiyyətcə qiymətlərə gəlin baxaq. Görək neçədir bu. Yəqin ki aylıq ya da illik olacaq. Daimi olmaz. Bəli, baxın, deməli 12 aylıq. Əslində o qədər də baha deyil. 1 illik 30 dollar. Aylıq 2 dollar 50 sent. Premiumu almıram. Məlum məsələdir. Əksəriyyətimiz yəqin ki almayacaq. Qeyd olunub ki, digər telefonla da eyni qeydiyyata giriş eləyin, eyni hesabla və yaxud QR kodu oxudun. Gəlin QR kodu oxudaq. Görək daha sürətli daxil ola bilirikmi? Digər telefonla QR kodu oxuduram. Və bizi linkə yönləndirdi. Baxaq. Eyni şeydir. Proqramı yükləyin deyir. Biz Gmail hesabı ilə qeydiyyatdan keçdik və indi sağdakı telefondakı Gmail hesabla soldakı telefona giriş eləyirəm. Bəli, biz
giriş etdik. Hər iki telefonda Alfred kamera proqramına eyni Gmail hesabla giriş edirik və baxın burada qoşulduq. Bu oldu bizim izləyicimiz. Bu isə bizim kameramızdır. Baxın. Görə bilirsiniz yəqin ki, biraz bunu kənara qoyaq. Baxın, izləyirik. Və burada kamerada hərəkət sensoru var. Onu açıram. Təsdiqlədim. Baxın, burada bildiriş gəldi. Hərəkət sensoru təyin etdi. Bir daha göstərim sizə yaxından. Burada bir tərpəniş. Baxın yenidən. Yəni, hərəkət sensoru işləyir. Çox gözəldir bu. Baxaq, burada qənaət rejimi var. Sağda. Qənaət rejimi, baxın, kamera işləyir. Sadəcə ekranı söndürdü. Gördünüzmü? Kameramız işləyir. Ancaq sadəcə ekranı söndürdü ki, qənaət olsun. Buradan açırıq. Yaxşı olar ki, qənaət rejimini açaq. Çünki bunun ekranını göstərməyə bizə ehtiyac yoxdur. Bizə bu lazımdır. Ayarlara baxaq. Görək ayarlarda nə var. Biraz yaxından sizə göstərim. Kamera lensi hərəkət yenə də buradan təyin olundu. Tərpəndikcə hərəkət sensoru işləyir. Kamera lens 2 dənə. Həm ön kamera ilə çəkə bilərsiniz, həm arxa kamera ilə. Hansı yerləşdirdiyiniz yerdən asılıdır. Hansında daha uyğundursa, təbii ki, arxa kamera daha güclü olacaq çəkilişdə. Həmişə belə olur, arxa kameralar güclü olur. Əsas kameradır da arxa kamera. Ancaq yerləşdirdiyiniz yerdən biraz əvvəl də proqram açanda özünüz gördünüz yəqin ki, bu tip bir altlıqlara yerləşdirilmişdi və yaxud bərkidilmişdi hansısa hissəyə. Arxa və ön kamera hansı sizə uyğundursa, hansı sizə rahatdırsa, yerləşdirdiyiniz yerdən asılı olaraq onu seçirsiniz. Burada mikrofonu aktiv və yaxud deaktiv edə bilirsiniz. Səs yazılsınmı, yazılmasınmı. Bu bölməni açsaq, telefon söndükdə, yandırıldıqda avtomatik işə düşsün. Həmin bölmədir. Bunu da açdıq. Burada hərəkət sensorunu dayandırmaq var. Ayarlar, bunlar idi əsas ayarlar. Başqa əsas 3 ayarı bura yerləşdirib ümumi ayarlara daxil olma, hərəkət sensoru və enerjiyə qənaət rejimi. Bu kameranın ayarlarıdır. Biz izləyicinin ayarlarına da baxacağıq və aşağıda hərəkət sensorunu söndürün 2 dəqiqədən bir orada bildiriş gəlir, mane olur bizə. Yəni buradan açıb söndürürük, bunu bildik. Bunu qoyduq kamera çəkilişinə. Keçirik indi izləyiciyə. Görək izləyiciyə hansı imkanları verəcək bu. Deməli, burada telefonu fırlatmaq var bu şəkildə. Baxışı daha doğrusu. Burada ön və yaxud arxa kameraya keçid deyərik ki bu. Baxaq. Bəli. Buradan flashlight telefonu gördüyünüz kimi flashidir, yandırırıq. Burada az işıqda çəkiliş rejimini aktivləşdiririk. İndi gündüzdür. Gecə də yoxlasaz əgər bu gecə rejimi baxın vuran kimi aktivləşdi. Burada da isə avtomatik var. Yaxşı olar ki avtomatikdə qalsın. Burada sirena var. Sirenaya giriş eləyək. Və buradan söndürdük. Səs göndərə bilirik. Baxaq. Test 1. Bəli, səs gedir. Buradan səs göndərə bilirik, danışa bilirik. Və bunu sıxdıqda da burada ekranda belə bir rasiya işarəsi gəlir. Bu canlı izləmədir, yaddaşa yazma. Rekord seçirəm. Videonu yaddaşa yazmaq üçün
Biz premiuma keçməliyik. Biraz əvvəl baxdığımız, burada upgrade istəyir bizdən. Biraz əvvəl baxdığımız qiymət. Baxaq görək qarşı tərəfdəki səsi də aça bilirikmi? Bəli. Bəli. Bu səsi də yazıb bizə ötürür. Canlı heç bir məhdudiyyət yoxdur. Sadəcə yaddaşa yazanda bizdən ödəniş istəyir. İndi isə gəlin biz kompüterdən daxil olaq. Görək orada baxış necədir. Bunu bir kənara qoyuram. Və kompüterdən daxil oluram. Baxaq biraz əvvəl burada bizə demişdi. Hansı linkə? Bəli. Alfred.computer. Belə bir linkdir. Alfred.computer.